Salam dostlar. Günləriniz xoş keçsin. Deməli dostlar, mən istəyirəm ki, bir mövzunu işləyək sizinlə. Bu mövzu nə ilə bağlı dostlar? Deməli bu mövzu Arthur Schopenhauer'un etikaya dair kitabı ilə bağlıdır. Bu kitab haqqında xeyli məlumat vermişəm. Məlumat vermədə yenə də fayda var. Deməli dostlar, Schopenhauer mənim ən çox sevdiyim filosofdur və ən böyük hesab elədiyim filosofdur. Böyüklüyünün səbəblərindən biri nədir? Böyüklüyünün səbəblərindən biri, əsas səbəb odur ki, Schopenhauer başqa heç bir filosofun etmədiyi dərəcədə, bacarmadığı dərəcədə dünyanın metafizik mənzərəsini verə bilib. Yəni, əgər biz fəlsəfəyə dünyanın mahiyyətinin, dərin mahiyyətinin ifadəsi, təsəvvürü kimi baxarıqsa, yəni dünyanın metafizik mahiyyətinin bir sənət əsərinə çevrilməsi olaraq baxarıqsa, məncə Schopenhauer bunu ən dəqiq şəkildə verib və mən həmişə deyərdim ki, əlbəttə bu onun baxışdır, təsəvvürüdür. Amma mən həmişə deyərdim ki, Schopenhauer'ın fəlsəfi modeli dünyanın əyninə belə deyək, uyğun bədənə geyindirilən smoking kimidir. Elə smoking kimi oturur. Bu baxımdan, əsas bu baxımdan Schopenhauer fəlsəfəsi mənim üçün ən yüksək fəlsəfədir və özü də ən böyük filosofdur. Və mən, əgər mənim əlavə bir həyatım olsaydı, o həyatlarımdan, deyək ki, 3 həyatım olsaydı, o həyatlarımdan birini mütləq şəkildə Schopenhauer'un bütün əsərlərini, deməli bütün əsərlərini Azərbaycan dilinə qazandırmaqla keçirərdim. Əlbəttə, ömür nə qədər vəfa edərdisə də. Fəqət mən gücüm çatdığı qədər, indiyə qədər gücüm çatdığı qədər və müəyyən qədər məni məmnun edəcək dərəcədə bunu reallaşdıra bilmişəm. Həyat müdrikliyi aforizmləri kitabı ilə ki, yenidən onun üzərində iş gedə bilər və yenidən də çap oluna bilər. Sonra Schopenhauer'dan etdiyim düşüncələrlə, tərcümə etdiyim düşüncələrlə və həm də Schopenhauer'ın esseləri əsasında hazırladığım bu kitabla mən bunu müəyyən qədər gerçəkləşdirə bildiyimi düşünürəm. Yəni, bu arzumun bəlli bölümünü gerçəkləşdirə bilmişəm deyə düşünürəm. Çünki onun ən çox sevdiyim esselərindən biri, məncə, ümumiyyətlə, etika haqqında yazılmış ən gözəl esse, onun Etika üzərinə adlı əsəri idi və onu məndə olan variantı əsasən dilimizə qazandırdım. Bu kitabda çap olundu. Bu kitabın indi hal-hazırda dostlar satışda olub-olduğunu bilmirəm, fəqət mən belə deyərək ki, bu sonlarda çap oluna bilər, istəyənlər əldə edə bilərlər və zənn edirəm, bəlkə də hələ də kitab dükanlarında, hansı kitab dükanlarında var, istəyənlər əldə edə bilərlər dostlar, etika üzərində kitabın. Burada bir neçə essesi toplanılıb Schopenhauer'un. Mənim ən sevdiyim essələrindən seçmə, əslində qalsa bütün düşüncələri, bütün esseləri möhtəşəm ötəsi bir
mətnlərdir, Schopenhauerin mətnləri möhtəşəm ötəsidir. Möhtəşəmdən də o tərəfədir. Mən bunu hər il daha dərindən qavrayıram. O bir başqa hansı mətn haqqında deyildi bunu? Meister Eckhart'ın mətnləri haqqında deyildi. Mənim çox xoşuma gəlmişdi. Dedi ki, Meister Eckhart'ın möhtəşəm yazıları indi bizim üçün əlçatandır, deyərdi. Ruhani bir filosof olub, Meister Eckhart. Onun belə bir sözü var, insanı kamilliyə çatdıran ən sürətli heyvan istirabdır. O belə Alman mədəniyyətinin çox dəyərli bir şəxsiyyətlərindən biri olub Meister Eckhart. Schopenhauer ona belə deməsi, onun möhtəşəm yazıları mənə çox ləzzət eləmişdi bir mətndə. Mən də eynisini Schopenhauer haqqında deyə bilərəm dostlar. Deməli dostlar, nədir məsələ? Bu mətndə bir yer var. Mən burada bir oyun qurmaq istəyirəm və onu o həm də oxumaq istəyirəm. Deməli dostlar, mətndə nədir? Zaman bir çox filosoflara, Schopenhauer da onun içində olmalıdır, belə bir söz deyilib. Bu Schopenhauer mizantropdur, insan sevməzdir. Bunu mən bir neçə məqamlarla yardırmaq istəyirəm və fərq dostlardan su gətirməmişəm özüm üçün. Üzr istəyirəm dostlar, sözüm özüm üçün faydalı var, yadımdan çıxmışam. Hə dostlar, Meister Eckhart'ın, Schopenhauer'ın haqqında deyirlər ki, bu mizantropdur. Hani insan sevməzdir, və yaxud nə bilim, acıqlıdır, nədir. Əslində o bunun mənfi damğalar yapışdırırlar da, Schopenhauer'a belə çox olub. Biraz bu barədə, bu mövzu ilə bağlı məqamları söyləmək istəyirəm dostlar. Belə necə deyirlər, bir oyun qurmaq istəyirəm bu söhbətlər üzərində və bunu nə ilə əlaqələndirmək istəyirəm? Deməli dostlar, baxın, biz bilirsiniz necədir məsələlər dostlar. Başçı da vermişsiniz, yəni söz deyəcəyim. Həyatla bağlı deyilən çoxlu sözlər sadəcə təsəvvürdür. Yəni ki, sənin tam haqqın var ki, sən həyata dair öz təsəvvürləri formalaşdırırsan. Baxın, deyirlər ki, məsələn, Schopenhauer insan sevməzdir. Tam belə deyiblər. Yəni, mən sizə bir şey oxuyacağım ondan dostlar. Və onu analiz eləməyə çalışacağım. Və bunu isbatlayacağım ki, qavramlardan çıxış eləmək, ümumi təsəvvürlərdən çıxış eləmək əslində nə qədər yanlışdır. Əslində insan özü həyata dəyər biçməlidir, özü öz faktlarını əldə eləməlidir, özü öz fəlsəfəsini yaratmalıdır. Mənim kimi. Onu göstərəcəyim dostlar. Yaxşı, Schopenhauer, bir neçə insan var dostlar, bir də bunu deyim, məsələn, bir Nabokovdur, bir Schopenhauer'dur, mən nə zamansa bir neçə başqa müəllifdir, o valla işləmək istəyərdim, arzumdur. Bu iki insan mənim çox belə heyran olduğum insanlardır dünya mədəniyyətində, Arthur Schopenhauer və Vladimir Nabokov. Hamılar heyranlıq bəsləyən insanımda, bunların mətnlərlə işləyəndə, məsələn, deyirsən ki, ayda, indi mən Schopenhauer mətnini tərcümə edirəm, Schopenhauer'la işləyirəm, onunla belə ruhi əqrabalıq duyuram. Schopenhauer'ın üslubunu saxlamağa çalışıram, Schopenhauer üslubunun gücünü saxlamağa çalışıram. Bu məsələlər var da dostlar. Bir bu məqamdır, bu məqamı toplamaq istəyirdim, tərcümə eləmək. Buna toxunmuşam zaman lazımdır. Biz Schopenhauer'ın üslubundan ləzzət alacağıq, fəlsəfəsinin gücündən, yazarlığından ləzzət alacağıq. İkinci məsələ, mən bir neçə məqam vurulacağım. Bunu yadda saxlayın. Schopenhauer
insan sevməzdir məqamını yadda saxlayın. Onun üçün onun haqqında yayılmış belə bir təsəvvür olardı bir zamanlar. İndi mən onunla bağlı düşüncələrimi deyəcəyim. Bunu oxuyandan sonra. Zaten biz bunu şərh edirdik. Fəqət mən də silsiləni yarıda kəsib başqa bir məqama fokuslanmaq istəyirəm kitabın içərisində. Amma bu kitabdakı esselerin, baxın dostlar, oxumuşluq və oxumuşlar haqqında, həyatın heçliyi və istirabları haqqında, qadınlar haqqında esselerini biz şərh eləmişik çoxdan. Ay, illər əvvəl şərh eləmişik dostlarları. Nələr deyilib, ilaha pərnavatdır. Bu illər arasında 460-dan çox video çəkmişəm dostlar. 460-dan çox. Təqribən 460-a yaxın video çəkmişəm. Fəlsəfi, dünya görüşdən, bədi məsələlərlə bağlı. İndi sizə dostlar, bu sevə-sevə ərsə gətirim kitabdan bir hissə oxuyacağım dostlar. Baxın. Şöyle nə deyir? Schopenhauer'ın oxuyaraq. Onları biz şərh eləmişik, bəyin adını çəkdiklərimi. Bir dənə bu qalıbda etika bağlı, etika ilə bağlı. Etika ilə bağlı başqa bu mətnin uzaldılmış variantları da var. Gələcəkdə onlara tərcümə oluna bilər. Yəni etika ilə bağlı, Schopenhauer etikası ilə bağlı başqa düşüncələr də var. Onları da biz tərcümə edə bilərik, gələcəkdə onları da hazırlaya bilərik. Onlar da müxtəlif şəkillərdə hazırlana bilər, sağlıq olsun. Zaten am arzularından biridir. Fəqət bu kitabda da onun müəyyən bölümü ifadə olunub dostlar. Rahatlıqla, qayət rahat şəkildə oxuya bilərsiniz. Yəni bu kitabda mənim anlamadığım bir dənə də cümlə yoxdur. Ən azından öz qabiliyyətlərim onları şərh eləyə bilərəm. Bu deməkdir ki, bu tərcümə yaxşı tərcümədir. Bu deməkdir. Mənim etikamın oxucuları bilirlər ki, mənə görə mənəviyyatın son nəticəli təməli Vedalar və Vedantada sarsılmaz sürətlə bərqərar olan Tat-Tvam Asi. Bu sənsən, mistik düsturu ilə ifadə olunmuş həqiqətə əsaslanır. Bu düstur istər heyvan, istər insan olsun, hər bir canlı varlıq nəzərdə tutularaq söylənmişdir. Və Mahavakya böyük söz adlandırılır. Dostlar, mən ola bilər ki, bu yəqin ki, bu qədim Hind sözləridir, böyük ehtimalı ki. Onları doğru ifadə edə bilmərəm, tələffüz edə bilmərəm, ola bilər, özürlü biləsiniz buna görə. Çünki mən o tərəfin Hind-Çin dillərini bilmirəm əslində. Amma oxunuşu bu cürdür və böyük söz adlandırılır. Bu sənsən. Bu etikanın əsasıdır, Schopenhauer'ın etikasının əsasıdır dostlar. Yəni necə? Nə olarsa olsun, əlbəttə bu çox yüksək baxışdır dostlar. Çox yüksək baxışdır və mən insanların çoxunun bunu anlayacağını sanmıram. Və ya anlaya bilsələr belə, müəyyən qədər hiss etsələr belə, onu dərindən qavrayıb, dərindən belə duyğu ilə yaşayacaqlarını sanmıram. Çünki egoizm insan təbiətində çox dərindən kök salıb və çox geniş yayılmış bir haldır. Və mən bunu fəlsəfi sferanın yüksəkliyində deyirəm dostlar. Yaxşı mı? Orada deyirəm. Yəni bu bizim bu ağır atmosferli dünyamızda, cəmiyyət həyatında demirəm bunu. Fəlsəfənin yüksək sferası olaraq deyirəm. Bunu nəzərə almaq lazımdır. Schopenhauer nə deyərdi? Fəlsəfə bir dağ yoludur. Sən ora əzlə-əzlə, üzülə-üzülə, zəhmət çəkə-çəkə, yaralana-yaralana, qanaya-qanaya çıxırsan. Nəfəs almağın çətinləşir, yüksək bir yerə çıxsan, oradan dünyaya baxsan və artıq səs-küy sənə gəlib çatmır. Oranın qarxaşası, hay-küy sənə gəlib çatmır. Qarşında bir belə aydın, cizgiləri müəyyənləşmiş bir meydan açılır, mənzərə açılır, belə deyərdim. Təqribən biz o nöqtəyə nəzərdən baxırıq. İndi bu kitabla məşğul olaraq o nöqtəyə nəzərdən baxırıq. Etikanın əsası nədir Schopenhauer deyir? Bu sənsən. Yəni qarşındakı insan, qarşındakı canlı əslində sənsən.
özünə nə qədər mərhəmət edə bilərsənsə, ona da o qədər mərhəmət etməyə çalışmalısan. Özünü nə qədər sevsənsə, ona bənzər bir sevgi göstərməyə çalışmalısan. Əlbəttə, bu çox yüksək idealdır. Əlbəttə, bunu gerçəkləşdirmək çox çətindir. Və əlbəttə ki, alına bilməz tam şəkildə dünyanın ümumi quruluşu buna çox imkan vermir, amma hissiyatı belə çox gözəldir. Hissiyatı çox gözəldir. Təsəvvürü çox gözəldir. Amma biz onu əlbəttə alındıra bilmirik. Fəqət bu yüksək baxışda zaten belə olmalıdır, ideal kimidir. Qarşındakı sənsən, canlı sənsən. Faktiki olaraq ona uyğun tərzdə həyata keçirilən əməlləri, xeyriyyəçiliyi də bunlara aid edə bilərik ki, mistisizmin başlanğıcı hesab etmək olar. Saf bir niyyətlə həyata keçirilmiş hər bir xeyirxah əməl onu həyata keçirən insanın təzahürlər dünyasının ziddini olaraq özünə yad bir fərdlə eyniləşdirməsinə şahidlik edir. Halbuki təzahürlər dünyasında bu fərd ondan tamamilə təciz edilmiş halda mövcud olur. Xülasə, hər bir təmənnasız yaxşılıq əsrarəngiz bir hərəkətdir, bir müəmmadır. Bu səbəbdən də insanlar onu icra etmək üçün müxtəlif cür fiksiyalara əl atmağa məcbur qalıblar. Kant teizmin bütün digər dayaqlarını yıxdıqdan sonra yalnız birini saxlamışdı. Onun fikrincə bütün bu kimi əsrarəngiz əməllərin ən yaxşı izahını və şərhini teizm verir. Buna görə də o teizmi nəzəri cəhətdən sübut oluna bilməsə də praktik məqsədlər üçün yetərli olacaq bir fərziyyə kimi saxladı. Ancaq mən bunu səmimi və ciddi sürətdə etdiyinə şübhə edirəm. Çünki əxlaqı bu tərzdə dəstəkləmək onu egoizm səviyyəsinə endirməkdir. Baxmayaraq ki, ingilislər eynilə bizim cəmiyyətin aşağı təbəqələri kimi əxlaqın fərqli cür əsaslandırılmasının mümkünlüyünü başa düşmürlər. Deməli dostlar, burada nədir məsələ? Gəlin biraz bu şərhlər üzərində işləyək. Hər şey çox aydındır burada. Əlbəttə, sən bunu anlamağın üçün fəqət bir oxucunun bunu müəyyən qədər anlamaq üçün müəyyən bir bazasının olması əhəmiyyətlidir. Bəli bir intellektual, fəlsəfi bazasının olması əhəmiyyətlidir, amma hər şey çox aydındır. Həmişə dediyimiz kimi, sənət əsəri aydın və anlaşılır olmalıdır. Nə qədər mürəkkəb olarsa olsun, nə qədər həyatın dərin qatlarını ifadə edərsə eləsin, o mürəkkəb və aydın olmalıdır dostlar. Deməli, bu nəyə bağlıdır bizə dostlar? Deyir ki, bax, Çobanlar nədir? Deyir ki, xeyriyyətçilik var əslində. Hər cəhətdən baxanda müəmmadır. Yəni, saf bir niyyətlə biz hərəkət eləyəndə, bir yaxşılıq eləyəndə, bu müəmmadır, əsrarəngiz bir şeydir. Çünki bu deyir ki, məsələn üçün, bax, insan təbiətində egoizm çox dərin kök salıbdır. Yəni, burada hər kəs öz faydasını güdür. Amma hər kəs öz faydasını güdür, hə? Amma deyir ki, amma təzahürlər, fəqət bu təzahürlər dünyasının ziddini olaraq özünü yad bir fərdlə eyniləşdirmək mənasına gəlir. Halbuki təzahürlər dünyasında bir fərd digər fərddən təcrid olmuş vəziyyətdədir. Yəni, ayrıdır. Yəni, məsələn, sənin başqasına xeyirxahlıq eləməyin, bu saf niyyətlə edirsənsə. Məsələn, saf niyyətlə. Yəni, məsələn üçün, mən bu xeyirxahlığı eləyirəm, əvəzində nəsə gözləmirəmsə. Mən bu xeyirxahlığı eləyirəm, əvəzində cənnət, cəhənnəmi gözləmirəmsə. Mən bir xeyirxahlığı eləyirəm, bir insanın istirablarını azaltmaq üçün eləyirəmsə, bu müəmmadır Çobanlardır. Bu bir əsrarəngiz şeydir. Sən bunu adi şuurla, adi yanaşmanla izah edə bilmirsən. Deyir, ona görə də onu izah eləmək üçün fiksiyalara əl atmağa məcbur qaldı. Bax, deyir, Kant teizmin dayaqlarını yıxıb. Bilirsiniz, dostlar, Kant teizmin, tək tanrıçılığın dayaqlarını yıxıb da. Yəni, o sübut edib ki, əslində insan məsələn üçün Tanrının tutalım ki, var olub olmadığını bilə bilməz. O bunu tam şəkildə isbatlayıb da. Doğru, çox doğru olaraq isbatlayıb. Ona görə bununla bağlı teizmi də dayaqlarını yıxıb. Bir dayağını saxlayıb.
bir dayağını saxlayıb. Yəni Kant deyərmiş ki, o birisincə bu insanın məqsəd güdmədən xeyirxahlıq etməsi ancaq nə ola bilər? Tanrılıqla bağlı ola bilər, ilahiliklə bağlı. Kant belə deyilmiş, bizim də bağlı. Yəni sən o zaman sən ilahi bir duyğun var. Yəni sən heç bir şey gözləmədən bir xeyirxahlıq edirsənsə, bu ilahi bir duyğudur. İlahi bir duyğudur. Yəni ona görə Kant bunu teizmlə əlaqələndirilmişdir, bir dayaq kimi. Fəqət deyir teizmi ona görə deyir ki, bax teizm nəzəri cəhətdən sübut oluna bilmirdi. Amma praktik məqsədlər üçün onu saxladı. Bilirsiniz necə? Yəni Kant məsələn deyir ki, filosoflar, fəlsəfə əslində məsələn doğrudur ki, elə filosoflar olub ki, onlar ruhani olublar. Meister Eckhart, Angelus Silesius. Yəni belə mütəfəkkir olublar da məsələn deyək ki, məsələn elə Füzulinin özü tam şair mütəfəkkir. Bu bir belə filosoflar olublar. Amma mən məsələn onlara dünyası olaraq baxıram. Amma mən bir fəlsəfi baxış olaraq mən dini bu məsələlərə fəlsəfi baxışın fərqli cür olduğunu düşünürəm. Bu baxımdan ona görə həm də Schopenhauer böyük filosof hesab edirəm, həm də bu baxımdan. Fəqət bu necədir? Deyir ki, məsələn üçün Kant siz nə üçün saxlayırdı teizmi? Praktik məqsədlər üçün. Nəzəri cəhətdən sən teizmi sübut edə bilməzsən. Yəni məsələn üçün Tanrının varlığı və yoxluğu izah oluna bilməz nəzəri cəhətdən. Sübut oluna bilməz. Amma praktik məqsədlər üçün əhəmiyyətlidir Kant saxlayıb. Yəni məsələn üçün bilirsiniz necə? Yəni Tanrı inamı səni bir çox şeylərdən uzaqlaşdıra bilər də, mənfi hallardan uzaqlaşdıra bilər və s. və s. Yəni onu praktik baxımdan saxlamaq olardı. Kant belə saxlayıb da. Ancaq mən onun bunu səmimi və ciddi surətdə etdiyinə şübhə edirəm. Çünki əxlaqı bu tərz dəstəkləmək onun eqoizm səviyyədir. Schopenhauer nədir? Yəni ki, Schopenhauer biraz daha yüksək baxış qoyur ortaya dostlar. Bu nə qədər təcrübli olsa da. Bilirsiniz necə? Bax, sən deyirsən ki, tamam ki, mən bir yaxşılıq eləm, Allah mənə əvəzini verər. Bu Allahın bir hökmran olduğunu qəbul eləməkdir. Sənin taleyin üzərində bir haqq sahibi olduğunu, əmr sahibi olduğunu qəbul eləməkdir. Bura qədər aydındır, düzdür? Yəni, məsələn, mən bir yaxşılıq eləm, Tanrı əvəzini verər. Schopenhauer deyir ki, bu egoizmə endirməkdir əxlaqı. Yəni, Schopenhauer ənənəvi dindar filosof deyil də, bilirsiniz, bu danışmışıq dostlar. Fəqət onun baxışı daha yüksək baxışdır. Daha yüksək baxışdır, daha fədakar baxışdır etikası. Yəni sən Tanrı var da, yox, Tanrı olsa da, olmasa da belə qarşındakı canlı sənsən. Daha yüksək baxışdır. Yəni ki, sən Tanrı yoxdursa, mən hər şey eləyə bilərəm deyə bilməzsən. Və Tanrı varsa, mən filan şeyi onun üçün eləyəm də deyə bilməzsən o baxımdan. Bu, tamam ayrı bir doğmalıq, ayrı bir çox belə əsrarəngiz, müəmmalı bir bağ yaradır digər canlılara. O da əslində Schopenhauer'ın baxışı daha yüksək baxış, daha fədakar baxışdır və daha əsrarəngizdir, daha nə bilim, nə deyək, necə deyək, ad qoya bilməyəcəyimiz bir baxışdır. Bu, mən indi xaralar apara bilər bu insana, amma mən bundan üstünə qalmaq istəmirəm. Fəqət indi bir oxuyacağım dostlar, bir məqamı bəzi məqamı olması. Bax, yuxarıda bir insanın qarşısında obyektiv şəkildə təzahür edən başqa bir fərddə öz həqiqi mahiyyətini tanımasından bəhs etmişdik. Biz indi o yerlərə girmədik, onun silsilə şəklində şahiriyyədə yazıda girəcəyik ola dostlar. Bu cür bir tanıma halı demək olar qaçılmaz olaraq ölümə məhkum edilmiş bir insanın hələ də ürkək qayğıkeşliklə və faal bir səylə başqa insanların səadətini və xilasını düşündüyü və bununla bağlı narahatlıq duyduğu hallarda xüsusən aydın və gözəl şəkildə özünü göstərir. Belə hallar üçün
bir xidmətçi qız haqqındakı məşhur hekayəni misal göstərmək olar. Gecə saatlarında həyatda quduz it tərəfindən dişlənən bu qız xilas olacağına heç bir ümidi qalmasa da, daha başqa heç kəs bu itin qurbanı olmasın deyə onu tutaraq bir ambara həbs etmişdi. Neapolda baş vermiş və Tişbeynin akvarel əsərlərinin birində ölümsüzləşdiyi hadisəni də nümunə göstərmək olar. Sürətlə dənizə doğru axan lava axınından xilas olmağa çalışan oğul, qoca atasını da belinə yüksələrək ölümdən qaçmaqdadır. Ancaq ata və oğul iki tərəfdən gələn dağıdıcı axını bir-birindən sadəcə dar bir torpaq zolağının ayırdığını görəndə ata oğula əmr edir ki, onu yerə yatırsın və qaçıb özünü xilas etsin. Əks halda ikisi də tələf olacaqdır. Oğul əmrə itaat edir və atasından ayrılarkən nisgilli baxışlarla onunla vidalaşır. Sözü gedən rəsm əsərində bu an təsvir edilmişdir. Walter Scott'un Edinburgh zindanı əsərinin 2-ci fəslində yüksək ustalıqla təsvir etdiyi tarixi ədəbi tablo da buna bənzər nümunədir. Həmin səhnədə ölümə məhkum edilmiş iki cinayətkar təsvir edilir. Onlardan biri bacarıqsızlıqla yoldaşının da həbs olunmasına səbəb olan cinayətkar kilsədəki ölüm qabağı möcüzədən sonra gözlənilməz bir cəsarətlə qarovulun öhdəsindən gələrək öz xilasını fikirləşmədən sevinclə yoldaşını azadlığa qovuşdurur. Bu məsələ ilə bağlı verilən nümunələrə tez-tez rast gəlinən qravuralarda məlum bir səhnəni də əlavə etmək olar. Baxmayaraq ki, bu Avropada oxuculara qəribə görünə bilər. Sözü gedən səhnədə güllələnmək üçün diz çökmüş əskər ona yaxınlaşmaq istəyən itini dəsmalı yerlərdə qorxudub bu yerdən uzaqlaşdırmağa çalışır. Bu qəbildən olan bütün hallarda biz görürük ki, yaxınlaşmaqda olan mütləq fəlakət ilə üz-üzə qalan fərd öz canının hayına qalmayaraq bütün qayğıkeşliyini və səylərini başqasının həyatda qalmasına yönəldir. Həlak olanın da, ölümün də sadəcə bir təzahür olduğunu, bu ölüm fenomeninin ölümlə qarşıya gələn insanın əsl mahiyyətinə toxunmadığını, onu poza bilmədiyinin və həlak olanın bu məqamda belə əməllərinin də göstərdiyi kimi bu əsl mahiyyəti başqa birində tanıdığı və təsdiqlədiyinin və bu mahiyyətin başqalarının varlığında mövcud olmağa davam edəcəyinin dərkinin bundan daha aydın ifadəsi ola bilərmi? Əgər belə olmasaydı, qarşımızda həqiqətən məhvə məhkum edilmiş bir varlıq görərdik. Belə bir varlıq özünü, var gücünü toplayaraq başqasının səadəti və həyatda qalması üçün bu cür səmimiyyətlə və mərhəmət necə səfər edə bilərdi ki? Burada məsələn, bir necə məsələ var dostlar. Məsələn, biz bu kitab haqqında gələcəkdə əgər çap olunarsa, yenidən işləmək lazımdır. Niyə? Mərhəmətlə necə səfərbər edə bilərdi ki? Məsələn, burada bir ki olmalı idi əslində. Və belə bir varlıq özünün deyilib. Əslində özünü olmalıdır. Biz belə olur, əslində bu n pozulmalıdır. Bunları qeyd vermək lazımdır ki, gələcəkdə düzəldək. Belə bir varlıq özünü, var gücünü toplayaraq, başqasının səadəti və həyatda qalması üçün bu cür səmimiyyətlə və mərhəmətlə necə səfərbər edə bilərdi ki? Baxın dostlar, bura qədər oxuyacağım sizcə. Nələri demək istəyirəm dostlar? Bax dostlar, burada nəyə biz gəlibsiz çıxdıq? Ayda. Nə deyim dostlar? Bax, deyir ki, bilirsiniz necə bir şeydir bu dostlar? Bax. Öz fərdiyyətini başqasında tanımaq. Öz həqiqi mahiyyətini başqa bir fərddə tanımaq. Bu xüsusi bir etik məqamdır dostlar. Xüsusi bir etik məqamdır. Bilirsiniz necə? Bilirsiniz necə dostlar? Bax, biz deyirik ki, məsələn, çox eşidilir, biz deyirik, ümumiyyətlə çox eşidilir.
Şopenhauer insan sevməzdir. Gəl sizə edən məqamatdır. Bax, siz bunu məqamı diqqət çəkmək istəmirsiniz. Bəlkə bu kitabı oxuyan bir insan var. Bunu oxuyub üstündən keçib. Mən deyərdim ki, üstündən keçməsin. Bir çox məqamlara diqqət eləsin. Bax, nələrə diqqət eləsin. Şopenhauer burada bir dənə qızı xatırlayır. Bu qız kim imiş? Həyatda bir quduz it var imiş. Quduz it bu qızı dişləyib, xidmətçi qızı. Qız bilib ki, xilas olmasına heç bir ümid yoxdur. Götürüb iti bir ambara salıb ki, daha heç kimi dişləməz. Və yəqin ki, özü də vəfat edib. Sonra məsələn, oğul atasını xilas eləmək istəyir, amma ata deyir ki, çıx get. Məni burax, çünki sən mənə aparsan, sən də həlak olarsan, mən də həlak olaram. Sən get yaşa, mən həlak olum. Şopenhauer bununla əlaqəlidir. Dostlar deyir ki, bax, bu insanlar başqalarının fərdiyyətində, öz fərdlərində başqalarının fərdiyyətini hiss ediblər. Duymağa çalışırlar. Bu Şopenhauer etikasını, yəni bu sənsən. Yəni qız bilib ki, xidmətçi qız, mən öləcəyəm. Öləcəyəm onsuz da. Yəni xilas ola bilməyəcəyəm. Amma dəxli yoxdur da. Bu iti salacağam ambara ki, heç kimi dişləməsin daha məndən sonra. Başqalarına ziyan gəlməz. Öz fərdiyyətində başqalarının fərdiyyətini tanıyıb. Bax, biz deyirik ki, məsələn, çox eşidir, biz deyirik, çox eşidir dostlar. Şopenhauer insan sevməzdir. Sizə bir sual verirəm. Şopenhauer əgər insan sevməz olsaydı, bu məqamları necə verə bilərdi? Burada, məsələn, bu iki insanın qəhrəmanlığını verib. Bax, biz o xidmətçi qızı kimdir? Kim idi o xidmətçi qız? Dostlar, kim idi o xidmətçi qız? Bir qəhrəman qız idi. Qəhrəman qız. Görürsünüz? Bax, insan mövcudluğunun, insan tarixinin, insan həyatının, görürsünüz, ömrünün, nəsillərin ömrünün dərinliklərindən bir kölgə çıxardır Şopenhauer burada biz. Görürsünüz, kimi xatırlayır? Bir xidmətçi qızı xatırlayır. O xidmətçi qızı ki, öləcəyini bilə-bilə quduz iti ambara salır ki, başqa heç kimi dişləməsin. Başqa heç kimi həyatdan məhrum etməsin. Bir qəhrəman, sadə qızı xatırlayır. Ona diqqət çəkdirir. Diqqətimizi ona yönəldir. İndi bu insan sevməzdir. Sizcə bu insan sevməzdir. Belə insan sevməz olur. Kimi bizim yadımıza salır? Kimin qəhrəmanlığını yadımıza salır? Sonra bir də nə verir dostlar? Walter Scott'un Edinburgh zindan əsərindən bir ədəbi tablo verir. Orada necədir? İki cinayətkar var və onlardan biri elə bil ki, bacarıqsızlıq eləyib dostunu da özü ilə bir yerdə həbs etdirir də, yəni. Və edamdan əvvəl həman oğlan dostunu ölümdən xilas edir. Qaravulun ötəsindən gəlir, qaravulla dalaşır və ötəsindən gəlir, dostunu xilas edir. Yəni, öz həyatını qurban verir, dostu qaçır gedir. Əlbəttə, dostlar, bu insan həyatı beləmi olmalıdır? Bu məsələ o deyil də. Bu Şopenhauer öz fəlsəfəsini izah edir. Yəni, qarşındakı insan sənsən. Əlbəttə, bunlar uc örnəklərdir.
belə deyək, ən belə böyük örnəklərdir. Amma uzun bilsin necə, yəni ki, o artıq bu tip qəhrəmanlığın ən yüksək dərəcələrdə mən arzulayardım ki, bu insanların bu cür məqamlara düşməsinlər, bu hallara düşməsinlər. Fəqət adi həyatda necədir? Həm də bunu deyir ki, biz biləndə ki, qarşımızdakı insan əslində bizik, bizdəki daxili ruh həm də onlarda var, biz bu zaman daxilimizdəki sevgini, anlayışı, sayğını, nəzakəti işə salırıq və qarşımızdakı insanı hiss etməyə çalışırıq. Çünki qarşındakı canlı sənsən. Nədə ki, sən, belə deyək, istirab sənin üçün çətindirsə və ya zülm sənin üçün xoşa gəlməzdirsə, qarşındakı canlı üçün də belə xoşa gəlməzdir. Bu baxımdan onu anlamağa çalışmaq, onun istirablarını azaltmaq, istirablarına mərhəm olmaq, səndə sənin xoşbəxtliyin üçündür. Həm sənin səadətin üçündür, ümumi həyatın səadəti üçündür. Bunu bildirib Şopenhauer dostlar burada. Yuxum gəlir dostlar, yuxum gəlir, üzürlü bizi. Amma bunu çəkmək istədim, sonra yatarım. Sonra bir örnəyi də verir. Bir əskəri güllələyəcəklər və iti ona yaxınlaşmaq istəyir. İtini belə dəsmalını yelədib qovur ki, getsən, səni də güllələyərlər, öz iti içindir. Nə deyir ki, belə tərpədir ki, itin qovur da, qovur ki, getsən, səni də güllələyərlər. İtini həm də xilas eləmək istəyir. Ölüm qabaq xilas eləmək istəyir bir əskər. Görürsünüz, burada üç sürətin bizim tanımadığımız, unudulmuş üç qəhrəmanın, naməlum qəhrəmanın bizim yanımıza salır. Onların insaniyyətini bizim yanımıza salır. Bu insan sevməzdimi? Sizcə bu insan sevməzlikdirmi? Əksinə tam tərsidir. Fəqət özünə məxsus insan sevərliyidir. Orijinal insan sevərliyidir. Bir filosofun insan sevərliyidir. Belə dostlar, bilirsiniz necə bir şeydir. Şopenhauer burada nəyə vurdu dostlar? Deyir ki, yəni, məsələn, qəhrəmanlar var, sözün əsl mənasında ailələri, insanlar, insanların sevinci, insanların yaşayışı, gözəl həyat yaşamaları üçün özlərini fəda edən gerçək qəhrəmanlar var. Həm fiziki qəhrəmanlar var, həm əskərlər var, gerçək əskərlər. Necə gerçək qorxmaz, cəsur qəhrəmanları var. Ruhani qəhrəmanları var həm də. Onlar nə üçün bunu edirlər həm də? Başqalarının varlığını, öz varlıqlarında başqalarının varlığını tanıyırlar. Öz varlıqlarında başqalarının həm də səadətini görürlər. Və özlərini onlar səadət yaşasın deyə qurban verirlər. Ona görə insanlar gərək biz özüm üçün deyirəm göstərişlərdə nə varsa olsun, qəlbimizdə heç olmasa qəhrəmanları unutmayaq. Çünki onlar öz varlıqlarında bizim varlığımızı tanıyırlar. Bizim ideal mənada həyatımızın yaxşılaşması üçün əslində fəda edirlər özlərini. Fəda edirlər. Bu böyük bir sevgidir. Fəqət onlar ölmürlər. Çünki bizlə eyni ruhu daşıyırlar və əslində həmişə yaşamağa davam edirlər. Şopenhauer həm də bunu demək istəyir dostlar. Tattvam asi.
Yəni bu sənsən. İstənilən halda canlılara münasibətdə. Əlbəttə bu ideal mənada alına bilməz. Əlbəttə bunun üçün bəlli bir ümumi bir dərəcənin yaranmasına gərək var. Ümumi bir aydınlanmanın yaranmasına gərək var. Bu çox belə geniş şəkildə alına bilməz, amma biz şəxsi işlərimizdə, adi həyatımızda yeri gələndə bu düsturu xatırlamalıyıq və o düsturun ehtiva etdiyi mənəviliyi qanımızda, canımızda hiss eləməliyik, qanımızda, canımızda kəşf eləməliyik. Deməliyik ki, qarşımızdakı canlı həm də bizik, eyni ruh daşıyırıq və onlara sevgi ilə, ümumi insanı sevgi ilə mümkün olduğu qədər ümumi insanı sevgi ilə, ümumi nəzakətlə, anlayışla yanaşmağa çalışmalıyıq. Əlbəttə bu anla bilməz ümumi şəkildə, mütləq şəkildə, amma bir ideal olaraq məncə çox dəyərlidir. Bunu oxumaq istədim dostlar və bir neçə məqamda vurulamaq istədim, onu vuruladım. Və istəyirəm bu söhbətimi dostlar mənim sevimli James Joyce'dan sadə bir sevgi nəğməsini oxuyaraq bitirmək istəyirəm ki, belə deyək də, eşqdən yoğrulubdur ruhum, bədənim, eşksiz bir günüm olmasın mənim. Eşksiz bir ürək yoxluğa varsın, onu qəm selləri yuyub aparsın. Nizami Gəncəvinin buna bənzər bir şeiri var dostlar. Yəni əslində eşq bizim kimi insanların həmişə hiss etdiyi bir duyğudur və yaxud həyatımızın çox bölümündə hiss etdiyi bir duyğudur. Mənim çox, belə deyək, xətrini çox sevdiyim bir dostum var idi. Keçmişdə Dalğa Xatınoğlu. Zaman onu xatırlayıram. O bir dəyərli bir insan idi. Hər cəhətdən dəyərli bir insan idi. Həm də ədəbiyyatçı idi. O həmişə deyərdi, eşq insanı olmaq lazımdır. Tez-tez belə buna bənzər sözlər deyərdi. Mən onun bu sözünün özündə nə qədər böyük həqiqət ehtiva etdiyini sonralar daha dərindən anladım. Əlbəttə, burada eşq daha geniş mənadadır. Yenə də həmişə bizdən ola bilməz, amma əsl etibarilə öz-özlüyündən bizdən olur da. Eşq bizim kimi insanlarda olur. Mən də yaradıcılığımda bu məsələlərə əhəmiyyət verirəm. Həm də mütaliə həyatında da əhəmiyyət verirəm. Ona görə də bu şeiri də eşqə həsr edirəm dostlar. Kiçik bir nəğmədir bu. Kiçik bir nəğmədir. Fəqət bu həm də harmoniya məsələsi var da, qafiyə harmoniya məsələsi. And there, oh, cool is the valley now, and there, love, will we go, for many a choir is singing now, where love did sometime go, and hear you not the thrushes calling us away. Oh, cool and pleasant is the valley, and there love will stay. Belə bir nəğmədir. Bunda eşitdiyiniz kimi, dostlar, mən bunu yüksək səviyyəli bir aksentlə oxuya bilmərəm, üzrlü bilin, amma mən burada çalışdım ki, şeirin harmoniyasını, onun qafiyəsini, nəğmə varlığını duya biləsiniz. Məzmununu həm də türkçə oxuyacağım dostlar. Ah, nasıl da serindir şimdi vadi. Sevgilim, gidelim oraya.
Şarkılar söyleniyordur şimdi. Bir zamanlar aşkın gittiği orada. Duymuyor musun ardıç kuşlarının çağırıp durduğunu bizi? Ah, nasıl da serin, hoştur vadi. Orada sevgilim, kalalım orada. Bu bir kiçik bir dostlar arzudur. Arzunun şeir formasına kesmiş şəklidir. Nədir? Gəlin bir dənə təsəvvür eləyə bilir dostlar. Deyək ki, bir vadi var, yaşıl vadi və bir aşiq məşuqasına bunu demək istəyir. Deyir, indi o vadi çox sərindir. Sevgilim, gəl gedək ora birlikdə. Orada şarkılar, şərqlər, nəğmələr söyləyirlər. Bir vaxtlar aşkın getdiyi orada. Yəni buna da başa düşürəm ki, yəni deyək ki, vadidir, vadidə sevgilər olub, eşqlər olub, nəğmələr oxuyublar. Orada bir sevgi atmosferi var. Gəl biz də ora gedək, o sərin vadiyə birlikdə. Təbiətdən ləzzət alayıq birlikdə. Sevgidən ləzzət alayıq birlikdə. Təbiət qoynunda sevgidən ləzzət alayıq birlikdə. Sən eşitmişəm mi orada quşlar necə bizi çağırırlar? Cəhcəh vura-vura. İndi ora necə də sərindir, xoşdur o vadi, o təbiət gözəllikləri. Gəl gedək sevgilim, gəl birlikdə orada qalaq. Belə bir sadə, xoş arzular idi dostlar. Xoş sevgi bir nəğməsi idi bu. Həm də bunu onun üçün oxudum ki, James Joyce-u unutmayaq deyə. Hələlik dostlar, özünə müayət olun. Gecəz xeyrə qalsın.